Yeşaya 55-ci fəsil. Rəbbin çağırışı. Ey bütün susamışlar, gəlin su başına. Ey pulu olmayanlar, gəlin alın, yiyin. Gəlin şərabı və südü pulsuz havaya alın. Ne üçün pulunuzu çörək olmayan şeylərə, qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, yaxşı şeylər yiyəsiz, nemətlərdən dadasız. Qulaq asın, mənim yanıma gəlin, dinləyin ki, sağ qalasız. Mən sizlə əbədi əhd, Davuda vəd elədiyim sadiq məhəbbət əhdi keçəcəyəm. Budur, onu ümmətlərə şahid, xalqlara başçı və hökümdar elədim. Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin müqəddəsindən ötürü onlar gələcək, çünki Rəbb sizi ucaltdı. Tapmaq fürsəti olarkən Rəbbi axtarın. O yaxın ikən onu çağırın. Qoy pis adam öz yolunu, şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, çünki onun əfvi boldur. Çünki mənim fikirlərim sizin fikirləriniz deyil, sizin yollarınız mənim yollarım deyil. Rəbb belə bəyan edir. Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, yollarım da sizin yollarınızdan, fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir. Yağış və qar necə göylərdən yağıb ora qayıtmırsa, ancaq torpağı sulayıb yeri məhsuldar eləyirsə, əkinçiyə toxum, yeyənə çörək verirsə, ağzımdan çıxan kəlmə də belədir. Boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər. Sevinclə çıxacaqsınız, sülhlə müşayiət olunacaqsınız. Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək. Çöldəki bütün ağaclar əl çalacaq. Tikanlı kol əvəzinə şam ağacı, qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, pozulmaz əbədi əlamət olacaq.